Bismillahirrahmanirrahim. Vessalatu vesselamu ala Resulina Muhammed ve ala alihi ve sahbihi ecmaîn. Allahümme allimna ma yenfa'una ve enfa'na bima allamtana ve zidna ilmen ya kerim. Esselamu aleyküm ve rahmetullahi ve berekatuhu. Değerli Müslümanlar, bugün elhamdülillah başlayırıq. Hemen Zad Akademiyasında təqdim elədiyimiz dərsliyə əqidə dərsliyidir. Birinci dərəcə, birinci müstəvi deyirlər buna. 4 müstəvidən birincisi. Deməli, şeyxlərimizin də dediyi kimi ən birinci dərsə başlamışdan qabaq, ümumiyyətlə biz bilirik nədir? Hər bir dərsə başlayan, elmə, fənnə başlayandan qabaq nədir? 10 dənə, ondan az, ondan biraz çox müqəddimələr olur. Bu fənnin qurucusu kimdir? Bu elmin şərəfi, bu elmin və s. Bu bəzi şeylər zikr olunur ki, bəzilərini təqdimdə biz dedik. Burada sadəcə nədir? Xatırlatma babından elmin ümumiyyətlə fəziləti və elmi daşıyan alimlərin fəziləti haqqında deyiləcək. Bir də ən başda bunu deyək ki, bu əqidə elmi, keçən dəfə dediyim təkrar olsun, bu əqidə elmi ən şərəfli elmdir. Mütləq olaraq, heç bir qeydsiz, şərtsiz, müqayisəsiz ən şərəfli elmdir. Şəri elmlərin içində ki, şəri elmlər ən şərəflisidir, şübhəsiz dünyəvi elmlərdən. Və onların içində ən şərəfli elm hansıdır? Əqidə, həmin o iman, tövhid və s. bunların sinonimləri gələcək ki, əlhamdülillah bu dərsi Allah razı olsun biz yazdığımız xətlə bir tələbə belə yazılı şəkildə yazdı, elə oradan oxuyacaq ki, orada oxuyanlar və ümumiyyətlə unutduq, biz əvvəlki dərslərdə lab siftə 3 əsaslı dərsi və s. keçəndə demişdik ki, dərsin üslubundan odur ki, daha faydalı, daha yəni faydası çox, effekti çox olsun. Məsələn, bu atdığımız dərsi ona görə əvvəlcən atırıq. Yəni, ən birinci elm tələbəsi həmən mətni, bugün məsələn keçəcək dərsin mətnini oxuyur. Əl altında əgər o mətnin, məsələn, bu şərh olunan mətnlərdəndirsə, məsələn, o mətnin şərhini də oxuyur, müxtəsər bir şərhlərdən oxuyur ki, artıq dərsə hazırlanmış olsun. Belə deyək, %50-mi, 60-mı, bəlkə 90, bəlkə %100 tələbədən tələbəyə fərq var. Artıq bu dərs haqqında məlumat olur, sonra dərsdə müəllim izah etdikcə daha da yaxşı anlayır, daha da gözəl oturulur və yaxud bəzi sual altında olan əmmalar, anlamadığı və yaxud daha çox izaha ehtiyac duyduğu məsələlər ki var, onu nədir? Dərsdə də inşallah ki, onu eşitmiş olar və daha faydalı olar yəni onun üçün. Yoxsa sırf dərs nədən olacaq, nə oxunacaq və s. bu cür heç bir məlumatsız dərsə girmək o qədər də faydası olmur. Deməli nədir? Bu elm dediyimiz kimi neyin haqqında elm bəhs edirsə, o bəhs etdiyi mövzu nədirsə, o nə qədər dəyərlidirsə, nə qədər fəzilətli, üstündürsə, o qədər də onun haqqında bəhs edən elm də o qədər üstündür. Və bu elm isə şübhəsiz ki, Allah haqqında bəhs etdiyi üçün əqidə, iman, tövhid və s. ona görə bu elmlərin ən dəyərlisidir, ən fəzilətlisidir, ən şəriflisidir. Ondan sonra ən birinci nədir? Ən birinci Allah Quranda buyurduğu kimi Allahın nemətlərini saysanız belə, yəni saymağa qalsanız, saymağa bacarırsınız, onları sayıb qutara bilmərsiniz və bu bütün nemətlərə aiddir. İnsanın özündə nə qədər nemətlər var, yəni başdan ayağa nemətdir. Yəni ardıca gözümüzə görə, danışdığımıza görə, buna görə nə qədər bundan məhrum olan insanlar var, nə qədər şükür etsək, yəni o qədər yenə də azdır. Və ən böyük nemətlərin də ən böyük şübhəsiz din, iman nemətidir ki, əlhamdülillah Allaha həmişə Allah Subhanahu taala Quranda buyurur ki, mənə şükür edin ki, sizə olan nemətimi artırım. Yəni bu da ən çox şükrə layiq olan nemətlərdəndir ki, Allah bizi müsəlman qoymuşdur. Elhamdülillah insanların əksəriyyəti yəni müşrikdir, iman əhli deyil, müsəlman deyirlər və bu milyardlarla insanların arasında sizləri, bizləri Allahın seçməsi elhamdülillah ən böyük nemətlərdəndir. Heç bizdən, yəni bu bizimlə bağlı deyil, bizim ağlımızla, ay biz belə ədalətli olmuşuq, yaxud ağıllı olmuşuq, öz ağlımızla dərrakə elə və yaxud araşdıra ilə gəlmişik, yox. Yəni Allahın izni olmasa, yəni biz heç vaxt nə müsəlman oluruq, nə də başqa bir şeyə edə bilmərik. Ona görə buna nə qədər şükür etsək, yenə də azdır. Ən böyük nemət Allahın, həmən o Allaha iman gətirmək nemətidir. Ondan başqa bu Şeyximiz Əbdülməcid dediyi kimi, yəni bugünkü gündə yəni bu elmi öyrənmək yolları nə qədər asanlaşdırılıb, nə qədər asanlaşdırılıb. Vallahi biz o qədər naz nemət içindəyik ki, biz sadəcə onun bir nemətin həmişə deyildiyi kimi yoxluğunda adam
Her bir şey, ister bu elm olsun, elmin asanlaştırılmış bu öğrenme üslubları olsun, ister her bir şey, yani can sağlığı olsun vesaire. Bunlar hamısı ne kadar büyük nimet olduğunu yalnız yokluğunda, insanlar çoxu yokluğunda bilər. Biz gerek onlar elimizden çıkmamış, elimizden çıkmamış nimeti bile. Yani insanlar o vaxt hələ sahabelerden götürsün, Abdullah bin Üneys səhv etmirəmsə ismi radiyallahu anh, bir dənə hədisi Cəbir bin Abdullah'dan, bir dənə hədisi öğrenmek için Medine'den Şam'a bir aylık sefere gidip, hele qayıtmağını demirəm, bir hədisi öğrenmek için. Biz elhamdülillah istediğimiz zaman bugünkü günde, yani o online şekilde bir göz kırpımında bir dəqiqənin içində istədiyimiz, istər ayə, istər hədis, onun təfsirini, şərhini, yəni oxumaqla, elm əhlindən soruşmaqla və s. bunu öyrənə bilirik. Evimizdə otura-otura. Heç yerə nəinki bir aylıq, heç bir dəqiqəlik belə getməyə, səfər etməyə ehtiyac yoxdur. Bu da ayrı bir nimətdir. Elhamdülillah bunu asanlaşdıran Allah'a hamd olsun. Ondan sonra e, elmin nəşr etməyin faydası, yəni fəziləti. Yani elmi öğrenirsen üstelik elmi nəşr edirsən. Bu da böyük bir nemətdir. Əvvəlki dəvətçilər, bugünkü gündə də var. Əvvəlki dəvətçilər nə edirlər? Səfərə çıxardılar. Yani bizim insanların birçoğunun yaşadığı ölkələrə dəvət ya cihadla gəlib, ya müəyyən müsəlmanların səfəri ilə, ticarətlə bağlı, ya hər hansı bir mübah səbəblərlə bağlı etdiyi səfərin nəticəsində dəvət yayılıb və insanlar, bizim əcdadlar məsələn müsəlman olub. Elhamdülillah. İndi bugünkü gündə isə bu da hemen davet ne elmi öğrenmeyi bir yana az önce dediğimiz bir de elmi öğretmeyi, elmi yaymak yani insan görsen ki bütün günü boş boş statüslere şeyler koydular durumlara veya bunu Allah için bir nimet olarak kabul et. Çünkü o nimetin şükrünü eda etmesen Allah o nimeti alır adamın elinden alır. Ama şükrünü eda elesen artırır. Yani biz bu işi gündə kimisə qapısını döymeye belə artıq ehtiyac yox. Hansısa bir xarici ölkəyə dəvətə getməyə də bəlkə ehtiyac yox. Şübhəsiz ki, onların hamısının öz yeri var. Onların da başqa üstünlükləri, təsiri baxımından daha üstün, daha fərqli ola bilər. Amma bu imkanlar da var. Yəni insan evində otura-otura elmi yaya bilər, faydalı bir şeyləri yaya bilər. Bu da ayrı bir nemətdir. Şükür vacib olan. Ondan sonra elm əhlinin, elmin ümumiyyətlə, elmin özünün və elm əhlinin fəzilətləri. Yani bunu hamımız bildiği bir şeylerdi. Sizin kimi, bizi kimi insanlar bildiğimiz şeylerdi. Ayelerde var. Bilenlerle bilmeyenler eynidir mi? Eyni olabilir mi? Yok elhamdülillah. Ondan sonra yani Allah öz şahitliğini meleklerin ve ilm ehlinin şahitliğiyle beraber tutur. Yani birçok Allah'ın elmi artır duası, Rabbim elmi artır duası Allah subhanahu teala peygambere buyuruyor ki bu cür dua et. Başka bir şeyin artılmasını istemeyi belə ona emretmemişti elmin artırılmasından başka. Ümumiyyətlə bildiyimiz kimi, yəni hətta balıqlar belə, heyvanlar belə alimlərə dua edir. Alimlərə dua edir. Niye dua edir? O hikmətlərindən biri alimlər deyir ki, yəni onlar insanlara hemen bu canlı ve cansız məxluqlara gözəl davranmalı, onlara zülm etməməyi, əziyyət verməməyi öyrətdikləri üçün onlar da alimlər üçün dua edir və s. Yəni bunu deməyimlə o qədər müqəddimələrə ehtiyac yox, o qədər uzatma. Əsas elm əhlinin elmin fəziləti bildiyimiz kimi kim elm öyrənmək üçün çıxarsa hədisin mənaca deyil. Nə də Allah Taala Subhanahu taala ona cənnətə aparan yolu asanlaşdırar. Cənnətə aparan yolu asanlaşdırar ve birçok ayelerde ve hadislerde bu geçmiştir. Deməli biz indi burada hemen metni oxumuruq. Artıq metin elhamdülillah hazır var. Sadece biz yani bütöv əvvəlcədən niyetim vardı metni tam oxuyum. Sonra yavaş-yavaş baştan onları izah gəlim. Ama elhamdülillah herkesin eli altında herhalde bu metin var. Deməli əqidə dərsliyidir. Birinci dərəcə, birinci fəsil. Burada vahdə deyilən bu birinci derecede müstəvidə 4 fəsil var. 4 vahdə deyilən bir şey var. 4 fəsil var. Birinci fəsil səhih əqidə, ona görə burada ne yazmışım? Birinci fəsil səhih əqidəyə dair müqəddimələr. Səhih əqidəyə bu birinci fəsil, kitabın 4'te biri, birinci dərəcənin kitabı ki var. Əlimizdə olan bu. Bunun deməli 4'te biri, yani 4'te biri dediğimiz yani 4'te biri sayfa sayının değil, yani hisse olarak 4'te yani 4 fəsildən birinci fəsil nedir? Hemen səhih əqidəyə dair müqəddimələrdir sadece. Əqidə mövzular da gelecek. Bu fəsildə keçəcəyimiz nedir? Burada 4 mövzu var keçəcəyimiz. Hemen bu birinci
Hemen o fəsildə, müqəddimələrdə. Səhih əqidə bilməsini keçəcəyik və əhəmiyyətini keçəcəyik. Əhəmiyyətini dedik, yəni ən fəzilətli elmdir, ən şərəfli elmdir, ən üstəlik vacib elmdir. Yəni insanın etiqadı olmadan, səhih etiqadı olmadan, hər kəsin bir etiqadı var. Səhih etiqadı olmadan şübhəsiz gələcək əhəmiyyəti barədə onun heç bir əməli də qəbul deyildir. Ondan sonra nə? Səhih əqidənin fərqləndirici xüsusiyyətləri, məziyyətləri, məziyyət deyirlər ərəbcə. Məziyyət bizdə də işlənir. Məziyyətləri gələcək. Ondan sonra əqidəni qəbul etməyin qaynaqları, yəni əqidəni hardan qəbul edirik? Qaynaq hardandır? Hardan gəldi? Hansı kitablardan? Və dördüncü nədir? Mövzu həmən o birinci fəsilin əqidəni isbat etməkdə ki, bu əqidədəndir, bu səhih əqidə budur. Və isbat etməkdə nədir? Əhl-i sünnənin üsulları. Yəni hər bir şeydə baxın, insanın səhih etiqadı da ola bilər, amma mənhəc var, düzdür? Yəni insan səhih niyyətli, doğru, dürüst niyyətli elmi öyrənə bilər, amma mənhəci üsulları yanlış olar və yaxud da öyrətmək də ola bilər. Yəni əqidəni götürmək qaynaqları doğru ola bilər. Qaynaqları odur. Hər kəs Qurandan, sünnədən gətirir. Amma onun nədir? Onu əqidəyə aid etmək, əqidə olaraq isbat etmək, sabit olduğunu iddia etmək, üsulları da əhl-i sünnəyə uyğun olmalıdır. Üsulları fərqli olmalıdır. Əhl-i sünnənin ona görə üsulları gələcək. Burada qısa olaraq biz necə deyək, vaxtımızı çalışacağıq, bir saatın içində eləyək dərsləri, yəni həmən bu dərsi inşallah, baxırıq, birinci dərsdə baxaracaq necə çatdıracaq. Deməli, iki dediyimiz kimi Əbu Bakır, Əbu Zeyl Məkkinin və Abdullah Əd-Dümeycinin iki şərhindən belə xülasə olaraq bizim şeyə uyğun və əvvəlcədən deyib, burada əsas imtahan da olanda həmən bu mətin olaraq yazdığımız ki var, sırf dərslik üzərindən olacaq suallar, etdiyimiz şərhlərdən yox. Hətta bir dəfə şeyxlərimizə sormuşduq, tələbələrlə bağlı orada komitə olur həmişə, elmi işlərlə bağlı. Və sualı verirsə, imtahanda görürsən ki, dərslikdir. Bu ən çox fiqhi, hədis və bu mövzularda olur. Əqidə də bəzən olur. Yəni, bəzi çünki furu məsələ, əqidənin bütün məsələləri usuldan deyil, buna gələcək. Furuldan olan məsələlər də var, baxmayaraq əqidədir. Bəziləri qarışdırır, usulü-din deyəndə sanki yalnız əqidə nəzərdə tutulur, furu-din yalnız bizim bu fiqh dediyimiz yox. Furullardan elə bir şey var, namaz qılmaq, usulü-dindəndir, namazı yoxdursa, insanın dində yoxdur. Əqidə məsələlərində elə məsələlər var ki, furudandır. Yəni ona insana etiqad etməsə və yaxud da Allah qorusun müxalif bir şeyə etiqad etsə, İslamdan çıxmaz. Dinin əsli ondan getməz məsələn. Naqis olsa da, amma dinin əsli getməz. Ona görə nədir? Burada ən çox o mövzularda olur. Görürsən ki, dərsliyə, məsələn, dərslikdə yazılır ki, bu haramdır fiqhdə. Caiz deyil. Məsələn, şeyx isə dərsdə deyir ki, caizdir və yaxud məkruhdur, haram deyil. Hətta bir dəfə mən özüm şəxsən yazmışdım ki, o sifdə ən birinci belə təzadlar gələndə ki, bəs bu, məsələn, dərslikdə belə yazır, şeyx filan kəs dərsdə deyir, belə deyir, indi biz imtahan olacaq. İmtahanda buna dair sual gəlsə, biz hansı ilə cavab verək? Bu dərsliklə, yoxsa şeyxin şərhi ilə? Deyirlər, yox, narahat olmayın, yəni bu dərsliklə. Şeyxlərin o iki şərhi, iki şeyxin hər bir fənnə aid şərhi, o sizin üçün sadəcə bir əlavə məlumat, daha, yəni zehin genişliyi olsun, insana baxış, baxışı, dünya görüşü, bu dinə haqqında o marifət, elm və s. daha geniş olsun, yəni daha çox məlumat. Ona görə bizim də nədir? Əsas dərslik üzərindən gedəcək inşallah. Bu əsas əqidə elminin ümumiyyətlə həmən o 10 deyilən müqəddimələr ki var, 10 ki dediyimiz kimi onlardan bəzən az, bəzən çox ola bilir. Müqəddəmələrdən biri həmən keçəcəyin elmin hökmü. İndi bu əqidə elminin öyrənilməsinin hökmü nədir? Yəni əqidəni öyrənmək müstəhəbdirmi, mübahdırmı, həmən o bildiyimiz əlbəttə ki, indi məkruhdur, harama getmək müstəhəbdirmi, yoxsa vacibdirmi? Vaciblər də fərzlər nədir? Farzülərin var, farz kifayə. Biz nədir? Və onu da vurulayaq. Bu birinci dərsdə belə deyil, bəzi şeylər dərsə girişdə o biri dərsdə deməyək deyə təkrar burada bəzi şeylər indidən deyil. Biz Əl-Fiqhul Əkbərdə keçmişi düzdür, fikir verin, əqidənin məziyyətləri və s. Bu eyni mövzu orada var idi. O kitab Əl-Fiqhul Əkbər, hətta Əhlül Fiqhi proqramında olan, o çox gözəl nədir? Bir təməldir. Çox gözəl bir təməldir. İstər fiqhdə, istər dediyimiz, indi keçdiyimiz əqidədə. Və orada da həmən şeylər keçmişdi. Hətta əqidənin keçməyin hökmünü də, əqidə öyrənməyin hökmünü də orada keçmişdik. Ona görə nədir? Çalışın, yəni kimlər o dərsi keçibsə də fərqi yoxdur, təkrar
Həmişə alimlər nə deyir? Kitabı elə keç ki, bir də ona baxmağa ehtiyacın qalmasın. Yəni əzbər dərəcəsində geri keçəsən. Yoxsa hər dəfə orada necə idi, orada necə idi. Ara sıra özünüzə vird deyilən bir şey var. Elm tələbəsinin virdi olmalıdır. Keçdiyi əzbər olaraq, şərh olaraq kitabların, yəni bir ay ərzində, 2 ay ərzində onları vird olaraq bu cür təkrar bir də gözdən keçirməlidir. Və deməyim əsas nədir? Həmən o kitabı təməl olaraq, yəni ara sıra təkrarlayın. Ara sıra təkrarlayın ki, burada deyəcəyimiz şey, məsələn, artıq orada da deyilmişdi, orada da yazılmışdı. Yəni bunu əlavə olaraq qeyd eləmək, hər dəfə eyni şey yaz, eyni şey yaz, belə şey olmasın. Ona görə orada hökmü keçmişdi. Yenə burada yeri gəlmişkən deyək. Deməli, bu hökmü farz-ı-ayn olan fərz-i kifayə tərəfi var. Necə ümumiyyətlə elm öyrənmək nədir? Fərz-ı ayn da ola bilir, fərz-i kifayə də ola bilir. Bu əqidə baxımından, yəni ümumi insanın öz Rəbbini, dinini, peyğəmbərini ümumi şəkildə, tam təfsilatlı olmasa da ümumi şəkildə tanıması, bilməsi bu farz-ı ayndır. Farz-ı ayn hər bir mükəlləfə vacibdir. Hər bir eyni, yəni tək-tək olaraq, fərdi olaraq hər kəsə bunu etmək vacibdir. Amma bu elmin elə bir hissəsi var ki, əqidə elminin, tövhid elminin elə bir hissəsi var da o farz-ı kifayədir. Hər kəsin onu öyrənməsi vacib deyildir fərdi olaraq. O da nədir? Əsas həmən bu eyni məsələlərin Rəbb haqqında, din haqqında, Peyğəmbər haqqında sallallahu aleyhi ve sellem həmən bu şeyləri təfsilatı ilə bilmək, artıq hər bir şey təfsilatı ilə bilmək və daha doğrusu deyək, və bu etiqada müxalif olanlara cavab verə bilmək. Yəni bu etiqada müxalif olan insanlar var. Onlara cavab verə biləcək səviyyəyə gəlmək, o cür elmli olmaq, o cür əqidənin o digər həmən o hissəsini öyrənmək, bu artıq farz-ı kifayədir. Bu alimlərlikdir. Yəni qarşı tərəfin dəlillərini və s. və yenə təkrar vurğulayıram ki, yəni münazirədir və s. bu sadəcə hətta hər bir alimin işidir. Alim olmayan işi deyil ümumiyyətlə. Üstəlik alimlərin içində də yəni münazirə bu belə deyək, o da bir ayrı bir elmdir, qabiliyyətdir. O münazirə qabiliyyəti olanlara aiddir. Çünki Allah qorusun, yəni cavab verə bilməz. Yanındakilər şübhəyə düşər. Deyərlər ki, hər halda bunun cavabı yox və yaxud hər halda qarşı tərəf doğrudur ki, çox güclü bir dəlil qoydu. Bunun ona qarşı qoyacağı bir dəlil yox və s. İnsanları şübhəyə salmaq, yanlış yola aparmağa səbəbdir. Deməli, bu onun hökmüdür. Dediyimiz kimi, bəzi şeylər vacibdir, hər kəs bilməli, farzlardır, bəzi şeylər farz-ı kifayədir. Sonra gəlir niyə? Səhih əqidəyə dair müqəddimələr, səhih əqidənin mənası və əhəmiyyəti başlıqdır. Səhih əqidənin tərifi. Deməli, müqəddimə burada mədxəl deyə bilərik, giriş sözü. Müqəddimə, müqəddəmə, fəthə ilə də kəsr ilə ərəblər deyir. Yəni, irəli götürən, təqdim edən və yaxud təqdim olunan mənasındadır. Əl-mədxəl, giriş sözü mənasındadır və əqidə dilinə burada İslam, şübhəsiz İslami, bizim şeyxlər ona görə əl-əqidətül İslamiyyətü sahih. Səhih İslami əqidənin, əqidəyə dair nədir? Müqəddimələrdir, giriş sözləridir. Deməli, səhih əqidənin tərifi. Tərifi nə olur? Deyirlər ki, əqidə dildə, yəni lüğət olaraq, həmişə ən çox vaxt lüğətən deyirlər, lüğət olaraq bu sözün mənası budur, ən birinci elə girərlər və çox vaxt lüğət mənası istilahi mənaya yaxın olur, ən azından kökəyin olur və nədir? İstilahi mənada və yaxud şəri mənada, biz bu istilahi və şəri mənanın arasında bəziləri eyni elə bilir, yox, istilahi başqa şeydir, şəri başqadır. İndi şübhəsiz yazardan da asılıdır, yazar ola bilər onu şəri olaraq deyir, amma şeyxlərimiz həmişə düzəliş verir, hətta bu kitabda belə. Məsələn, orada istilahi deyəndə fiqdə ən çox bu fəqihlər buna diqqət edər. Çünki fəqihlər dəqiq danışır, yəni hər bir nöqtə vergülün belə öz mənası var. Onun nədir? Yəni istilahi yazanda, məsələn, deyirlər bu istilahi məna deyil, bu şəri mənadır. Və yaxud şəri yazarlar deyirlər bu şəri məna deyil, şəriətdə bu sözlə, bu nas olaraq bu söz gəlməyib, bu termin. Bu istilahidir. İstilahi nədir? Alimlərin özlərindən sonra qoyduğu bir termindir məsələn. Amma şəri odur ki, artıq birbaşa məsələn iman sözü kimi Quran və Naslarda keçib məsələn və yaxud digər istilahlar, əs-salah, namaz məsələn sözü kimi məsələn, bu nədir? Şəriətdə keçib. İndi burada istilahi, lüğəti mənada əqidə nə deməkdir? Əqd sözü nədir? Aqd. İndi biz dilimizə uyğun ərəbcə demirik, çünki müraciət etdiyimiz insanlar ərəb deyirlər, yəni ərəbcə dərs keçmirik. Yəni dildə əqd sözünə, əqd nədir? Düyün. Və ümumiyyətlə əslən dildə Şeyximiz Abdullah Dümeyci həmişə İbn Farisdən
İbn Faris'ten onun lüğət deməli Məqayis-i Lüğa diye səhv etmirəmsə, o kitabdan gətirir. Ən çox istifadə olunan digər şeyxlərimizdə ən çox ondan istifadə edir, fəqihlər belə ondan istifadə edirlər. Orada ayn, qaf, dəd bu maddəndir. Əsasən hissi, yəni maddi bir düyünə aid istifadə olunardı. Yəni məsələn ipi kimsə düyünləyir, ona aid istifadə olunurdu ən əvvəldə ərəblər buna. Sonra mənəvi düyünlərə də məsələn nikah, əqd, nə deyirlər, toy düyünü və yaxud alış-veriş düyünü deyil, əqd deyirlər də. Əslində orada nəsə düyünlü belə hissi, maddi bir şey yoxdur, düzdür? İnsandan sadəcə bir-birinə mənəvi olaraq müəyyən şeylərdə bağlantısı var, bağı var deyənə, ondan sonra mənəvi şeylərdə istifadə olunur. Deməli, nədir? Mətndə keçir, əqd sözündəndir. Bu da ki, möhkəm bağlamaq, bağlanmaq, bağlamaq, bunun hərifi var burada herhalde. Möhkəm bağlamaq, möhkəmlətmək və bərkitmək mənasındadır, yəni düyün. Onun digər mənası nədir? Və yenə deyim, biz əlhəmdülillah mətin olaraq sizə əlhəmdülillah kanala yerləşdirildi. Bu mətinlə şərhi qarışdırmayasınız, bu mətindir. Kim onu ayrıca yazacaqmı, yoxsa printerdən çıxaracaq? Burada əlavə deyilən şeylər artıq kənarlara nəyə ehtiyac hiss edirsinizsə yaza bilərsiniz. Şeyximiz Əhməd Əl-Qoyeymi dediyi kimi Zadül Müstəqnin şərhini keçəndən sonra tam sonda ən birinci, yəni adətən alimlər kitabın başında və yaxud sonunda görürsən tövsiyələr verir. Verdiyi tövsiyələrdən biri ki, özü o tövsiyə elm tələb etdiyi andan əməl etmişdir özü əvvəlcə. Ona görə onun kitabında, kənarında bütün məsələn Həmbəli fiqhidir, ona aid onun şərhi, şərhin haşiyəsi, təliqlər və s. hamısından eyni mövzuya dair hamısını toplayıb və bir anda kitaba baxıb deyə bilir ki, buna dair filan kitabda belə dedi, filan kitabda belə dedi, filan kitabda belə dedi. Hamısını, yəni nədir? Tövsiyə odur ki, neyi eşitdiniz yazın. Yəni hər şeyi yazın. Elə də deyir, hər şeyi yazın. Neyin, hansı yazının sizə nə vaxt yəni işinizə yarayacağını, yəni sizə lazım olacağını bilmirsiniz. İndi bəlkə bu lazımdır, öyle bunu bilirəm, yazmayayım. Amma ola bilər ən azından dərs keçəndə mən əlhəmdülillah qeyd eləmişim, qeydlər aparmışıq. Qeydlərə baxıb, yəni illər öncə elədiyimiz qeydlər, məsələn qeydə baxıb nədir bir şeylər, məsələn qeyd aparmasaq o şey ola bilər, burada bu deyilməliymiş, burada bu belə bir də əlavə varmış, yadımızdan çıxardı. Ona görə nədir? Burada əlavələr, məsələn əqd sözü həm cəm etmək mənasında da işlənir. Ərəb dilində əsas 4 mənadır. Üstəlik niyyət etmək, insan niyyət etdiyi əqd, məsələn əzm etdiyi bir şeydə, ona görə andlarınızı, məsələn əqd etdiyiniz andlar, yəni niyyət etdiyiniz mənasındadır. Bizim dildə ərəbcə tam hərfi tərcümə edəndə uyğun gəlməyə bilir. Sadəcə ərəbcədə amma belə gəlir. Bu niyyət etmək mənasını da işlənilir. Sonra biz deməli əqd bağlama, düyün. Sonra əqd düyün isə deməli əqd düyün mənasında, əqd düyün isə nədir? Həll. Bizə deyirlər bir işin həlli. Bunu işi həll etmək lazım. Həll, həmən hə ilə ərəbcədir. Həll, yəni çözüm. Məsələn, düyünlədin və onu çözdün, açdın mənasında işlənilir. Əqd isə həllin qarşı tərəfidir, yəni qarşılıdır. Burada da deyək, biz yəni ədib deyil, Azərbaycan dilində ədəb yox, bu sadəcə bir qaralamadır. Kim istəyər, daha gözəl, adətən kitab bu şəkildə, bu inşallah tam bitəndən sonra böyle bu cür, Allah razı olsun, bu cür sonuna qədər bizə dəstək versələr, Allah əcirlərini versin, Allah da onların işlərini, dünya və axirət işlərini asanlaşdırsın. Bunu sonuçta bir kitab şəklində biz salacağımız halda şübhəsiz ki, ədəbi bir redaktor olacaq, bunu mənanı dəyişdirmədən mütləq. Ədəbi redaktor da ixtisas sahibi olmalı, yəni fiqh. Biz əqidə keçirik, əqidədən anlayışı olmayan insan ədəbi redaktor o sadəcə gözəlləşdirəcək, amma mənanı dəyişdirəcək. Ona görə yəni mütləq ixtisas redaktoru olur. Nədir? Ədəbi redaktor bunları düzəldər. Bu mənaca bir qaralamadır, yəni ola bilər tam. Bu qarşı tərəfi nədir? Niyə görə bunun qarşı dedik? Çünki ərəb dilində zid başqa bir şeydir, əksi deyə bilərdik. Əks başqa bir məna verir. Naqid qarşı tərəfi. Bu mənanı verir deyənə buna oxşar, yəni dəyişdirmək üçün yəni tam əksinə zidlə qarışdırmasın deyənə, əlavə iradlar olmasın deyənə bu cür dedi ki, həllin qarşısıdır, belə deyək. Onunla qarşı-qarşıya durandır, əks mənalıdır, belə deyək, antonim. And və nigah əqdi, düyünü də bundan götürülmüşdür. Yəni əqd deyəndə ki, nigah əqdi, ərəbcə, aqdül nigah və yaxud nə dedik burada?
Nigah, and əqdi, odur burada niyyət mənasında, andı niyyət etmək mənasında və yaxud andı etmək mənasında. Bunlar hamısı həmən düyün sözündən, lüğəti. Bütün sözlər demək olar lüğətdən, lüğətin əsl mənasından, kökündən götürür. Ondan sonra burada Allah subhanahu teala belə buyurmuşdur ayədə. Bu elə bir ki, əqd sözünün işlənməsinə dair. Allah sizi qəsdiniz olmadan içdiyiniz anlara görə cəzalandırmaz. Lakin o sizi qəsdlə içdiyiniz anlara görə cəzalandıracaqdır. Yəni ərəbcə nədir? Bimə haqqattumul eymən. Haqqat, haqqada. Yəni təşdidli müdaaf feili olaraq işlənmişdir. Yəni əqd kökündən. Yəni bu sadəcə neyi göstərir? Bizim dildə and içdiyiniz burada əqd sözü, düyün sözü yoxdur deyə. Amma əsas nədir? Ərəblərdə bu söz bu cür işlənir. Deməli, bağladığınız antlar belə hərfi tərcümə etdik. Ona görə Allah sizə cəzalandırır. Maide surəsi 89. Ondan sonra burada bir də əqidə, bu da ərəb dilinə aiddir. Məsələn, haqidə fəilə vəznindədir. Fəilə formasında, amma məf'ulə, məf'ul mənasındadır. Mənası nədir? Məqudə. Yəni düyünlənmiş mənasındadır. Məf'ul ərəbcə bəlkə o qədər faydası olmadı bunu deməkdə, ərəbcə bilməyənlər üçün. Ondan sonra əqidə ləfzinin, sözünün yəni sinonimləri gəlir. Muradifət, sinonimlər mənasında. Sinonim nədir? Yəni oxşar mənalı şeylərdir. Sözlərdir. Ayrı-ayrı səslənən, amma oxşar məna verən sözlərdir. Deməli, əqidə ləfzinin sinonimləri nədir? Sələflərə görə, yəni sələf alimlərə görə və bu söz çox önəmli sələf. Niyə görə? İndi bəzi misallar gətirəcəyik, düzdür. Burada bizim şeyhlərimiz o qədər kitabların adında çəkib, müəllifləri ilə, vəfat tarixi ilə və s. Niyə görə? Qarşıdakı insan bilsin ki, bu bizim özümüzdən, məsələn, tövhid, bəzi bidət əhli deyir ki, tövhid sözü Quranda yox, tövhid bu özümüzdən çıxartdığımız tövhid, yəni hamısı boş-boş iftiralardır. Çox qədimdən bəri İbn Abbas dedi, yəni məsələn, Allah'a ibadət etsinlər, liyuvahhiduhu, məsələn, deyirdi, onu tövhid etsinlər, vahhədə feilindən, həmən o tövhiddə, onun məsləridir, bu sələfdən, İbn Abbasdan, yəni, nə deyirlər ona, alim, ümmətin dəryası, elm baxımından, ümmətin dəryası deyirlər onu, yəni sadəcə o insanların cahilətlərindəndir, ya da ki, pis niyyətlərindəndir, insanları belə şübhəyə salmaq istəyirlər, sanki insanlar yeni bir şey çıxarmışdır. Deməli, nədir? Sinonimlərindən biri bu bəziləridir, ən əsasları, ən çox işlənən. Sələflərə görə bu sözü vuruladı. Niyə? Bu sinonimlər sələflər işlədir bunu. Bunu Muxa, İbn Teymiyyə və yaxud ondan sonrakilər işlətməyib. Bu sələflərdən gələn sinonimlərdir. Deməli, sələflərə görə İslami əqidənin başqa adları da vardır. Onlardan bəzilərinə tövhid, sünnə, usulüddin, yəni dinin üsulları. Məsələn, indi fakültələr var, usulüddin, dinin üsulları, yəni usulüddin əsasları, sonra əl-fiqhul əkbar, necə ki, biz ət-təhiyyül fiqhi proqramında bu addan istifadə edərək keçmişdik, dərsliyin adı o idi, əqidə, sonra şəriət, sonra iman, məsələn, tövhid, indi ardıcılıqla, tövhid, məsələn, İmam İbn Xüzeymənin, İbn Mandənin tövhid adlı kitabları var, onlar hamısı mənim əzbərdən yadımda deyil, burada da qeyd eləməmişəm, gördüyünüz ki, qeyd eləmədiyimiz üçün yaddan çıxır, ona görə qeyd eləmək yaxşıdır. Yəni, onlar haradasa hicri ikinci, üçüncü əsrdə yaşamış, yəni hamısı sələf qədim alimlərdir. Yəni, onların və bir çox İmam Buxari Səhihdə, öz Səhihində kitabı tövhid, tövhidə aid sırf etiqadla bağlı ayələr, hədislər gətir. O bölümün, babın adı nədir? Kitabın adı hətta. Kitab nədir? Bablar əhatə edir, içində bablar var, yəni. Kitab-ı tövhid qoymuşlardır. Yəni, bu bidət bir söz və sələflərin sözüdür. Ondan sonra nədir? Yəni, bu əqidəyə aid. Yəni, bunlar hamısı deyəcəyim, sünnə və s. Bu sözlər həmişə nədir? Hamısı bizim indi bildiyimiz artıq əqidə termini olaraq, qəbul etdiyimiz əqidə termini olaraq, yəni kitabların adı qoyulan, bu əqidəni qəsd edərək, bu əqidəni nəzərə alaraq bu cür kitablarını və bölümlərini adlandırmışlar. Sünnə, məsələn, bu Həmbəli məzəbinin İmam Əhməd bin Həmbəli rahimehullah kitab-ı Sünnə adlı kitabı var, Etiqad, Şərh-ü Sünnə və yaxud Lələkayın nə qədim ola hicri 400 neçələrdə yaşayır, məsələn, vəfat edib, daha doğrusu səhv etmirəmsə, yəni qarışdıra bilər yolda vəfat və s. Doğum tarixi. Yəni, hamısı nədir?
Birçok Həmbəllərdə ümumiyyətlə çoxdur. Məsələn, Sünnə adlı və yaxud Şərh-ü Sünnə adlı. Orada da nədir? Baxsan hədislər deyil. Yəni bizim bugünkü gündə sünnə dediyimiz hədis nəzərdir. Hədislər deyil, sırf etiqad elmidir. Ona görə əqidəyə sünnə deyərlər. Ona görə öz kitablarında ya Şərh-ü Sünnə, ya Sünnə və s. adlandırarlar. Ondan sonra Usulüddin İbn Battan olsun, Əbul Həsən Əl-Əşari olsun ki, Əşarilər özlərini ondan nisbət edirlər, Əl-İbənə kitabı. Ondan sonra yəni onların kitabı Usulüddin, Usulüs-Sünnə, yəni bu cür bu mənalı, buna oxşar mənalı kitablar idi. Əl-Fiqhül Əkbər bildiyimiz, ən birinci səhv etmirəmsə, mən deyil, bizim şeyximiz elə deyir, səhv etmirəmsə deyir, ən birinci bu sözü əqidəyə aid istifadə olunan İmam Əbu Hənifə olub və onun adına düzdür, əvvəllə dediyimiz kimi o kitab həqiqətən ona münasib, yəni mənsubdur yoxsa yox, bu barədə səhihliyi barədə ixtilaf var. Amma niyə görə? Çünki bəzi orada ona onun sözlərinə müxalif bir ibarələr var. Amma ümumən cümlətən necə deyirlər? Ümumən ona aid yəni ibarələr səhihdir və Əhlüsünnə və Cəmaətin etiqadına uyğundur. Elhamdülillah. Sonda burada şəriət kitabı, yəni İmam Əl-Əcurinin məsələn şəriət kitabı. Hə? Və bunların hamısının bir-birinə bağlantısı var. Tövhid niyə görə tövhid adlanır? Məsələn, niyə bu bəzi bu ərəb üslubunda nə deyirlər? Yəni bir şey var, bütöv. Onun bir hissəsini, çünki tövhid əqidənin hamısı deyil, tövhid əqidənin ən əhəmiyyətli hissəsidir. Tövhidlə bağlı olmayan məsələlər də etiqadda var. Məsələn, cənnətlə, cəhənnəmlə bağlı. Bu da etiqaddır. Düzdür, axirət gününə bağlı. O da etiqaddır. Amma yəni əsas nə deyirlər ona? Elə bir şeyə, bütöv bir şeyə onun adını ən əhəmiyyətli hissəsi ilə adlandırmaq. Məsələn, tövhid ən əhəmiyyətli hissəsidir və yaxud da əqidənin ən əhəmiyyətli hissəsi imandır. İndi sonuncu gəldiyimiz imandır. Hə? Ona görə bu əqidənin hamısına deyil, ən əhəmiyyətli hissəsi iman olduğu üçün və yaxud tövhid olduğu üçün əqidənin hamısına iman və yaxud tövhid deyərlər məsələn. Bu cür və burada sünnə deyəndə burada nəzərdə tutulan, yəni bidətə müxalif olan, bidətlə qarşı-qarşıya gələn, yəni bidətə müxalif olaraq, bidət əhlinə müxalif olaraq, yəni səhih əqidəyə nədir? Sünnə deyərlər. Bidətə müxalif olaraq, yəni sadəcə müstəhəb olan bir əməl, vacib olmayan mənasında yox. Həmçinin iman, şəriət dedik, şəriətə. Ondan sonra iman da dediyimiz kimi və iman termində normalda həmən Quranda, sünnədə ən çox işlənilən əqidəyə aid, məsələn, Cəbrail əleyhissalamın hədisi ki var, gəlir imandan soruşur, orada görürsə etiqadi məsələləri deyir. Bir tüm bir yerdə bir şey yazmışım, qeydiyyətlər, mühüm bir şey olsa deyeriz. Şəriət dedikdə də usulü-din deyəndə bu furu, yəni furu-din, furu məsələlər, ikinci dərəcəli məsələlərdən fərqləndirən onlara belə deyil, onlara əks olan usul, dinin əsasları ona görə adlandırıb. Şəriət deyəndə isə əsas nəyə görə şəriət adlandırırlar? Çünki bütün dinə şəriət deyirlər və bu bütün peyğəmbərlərin müştərək dini olduğu üçün, müştərək şəriəti olduğu üçün o əhkamlar dəyişilib. Amma müştərək qalan şəriət nədir? Həmin ona əqidədir. Ona görə məsələn ona şəriət deyərdilər. Və bu nədir? Bu dediyimiz sinonimlərin bəziləridir. Əqidədən başqa və əqidə eyni köklü olan sözlər, əqidə ilə eyni köklü sözlər burada istifadə olunmayıb. Onlar bir termin olaraq, yəni məsələn etiqad sözü, şərh usulü i'tiqad, Əhl-i-Sünnə və Cəmaət məsələn Ləli Kaynadı, etiqad deyir orada, məsələn əqidə yox. Və yaxud mu'təqad, məful kimi yəni mu'təqad, yəni bu cür deyişdən, yəni həmsi əqidə sözündən kökü eyni olduğu üçün o sözləri burada gətirmirlər. Ondan sonra və bu bir məsələ var burada, çox incə məsələdir, ərəblərin bu təfsirdə çox işlənir. Ərəblərdə bir şey əhəmiyyətlidirsə, çox önəmlidirsə, çox dəyərlidirsə, onun isimləri çox olur. Məsələn, Allahın bizə məlum olan 99 ismi var, Peyğəmbərimizin sallallahu aleyhi ve sellem bizə məlum olan səhih 5 ismi var, indi o 99 deyənlər də var, məsələn, qiyamətlərin neçə ismi var, cənnətin, cəhənnəmin neçə ismi var. Bu isimlərinin çoxalması bu cür və bir şeyə birdən çox isim verilməsinin nədir? O şeyin
ərəblərdə dəyərli olmasının əlamətlərindəndir. Ona görə bu əqidənin də nəyə gətirir şeyximiz ki, bu əqidənin də bu cür bir neçə isimlə anılması, bir neçə isimlə zikr olunması hamısı da əqidəyə aiddir. Bu da həmən bu elmin faydalı olmasına, daha doğrusu çox əhəmiyyətli olmasına əlamətdir. Ondan sonra bir sahada çətin qutarır. Deməli, sinonimləri keçdik. Hə. Sonra əqidə istilahda, istilahi mənası nədir? Əqidə deyəndə alimlər istilahda neyi qəsd edirlər? Termin olaraq, yəni ona etiqad edənə, ona yəni burada dediyim kimi cümlə ola bilər tam ədəbi şəkildə olmasın. Yəni ədəbi kitabı şeydə yarım qalır. Olmasın. Deməli ona, yəni həmin əqidəyə etiqad edənə, ona etiqad edən insana görə şək qəbul etməyən hökm. Yəni elə bir hökmdür, sən hökm verirsən. Bu məsələn var, yoxdur və yaxud nəyəsə inanırsan, isbat edirsən, nəf edirsən, elə bir hökm verirsən, amma hökmdə əsas nədir? Heç bir şək qəbul etmir. Yəni heç bir şək, tam yəqinliklə hökm verirsən və bu səndə, sən ona etiqad edir, sən ona hökm verirsən bu cür yəqinliklə şəkkə yol verməyən, şəkkə ehtimal verməyən, heç bir ehtimalı olmayan şək şübhəyə elə bir hökm verməyin, bu nədir? Həmən o sənin əqidəndir. Sənin əqidəndir. Ondan sonra imanın başqa, yəni istilahda başqa mənası da var əqidənin. Məsələn deyirlər ki, qarşı, yəni ona əks bir şeyi ehtimal etməyən, ehtimalı olmayan bir iman. Yəni elə bir dərəcədə bir şeyə inanırsan ki, sənin yanında, ona, sənin yanında. Yəni ona zidd olan bir şeyin belə heç ehtimal belə ağlıma gəlmir ki, ona zidd bir şey ola bilər. Yox, yəni tam nədir? Qətiyyətlə inanırsan. Ondan sonra nədir? Bu bəziləri isə buna belə təriflər vermişdi. Təriflər çoxdur. Dediyimiz ki, bu mərhələ tam bütün tərifləri bu hansı üstündür? Müəlliflərə görə bu ən üstün təriflər vermişdi. Onlara görə tərcih olunan, racih olan görüşə görə, müəlliflərə görə nədir? Ən üstün, ən belə həm də bu mərhələdə ən gözəl anlaşılan, yəni çox qəliz, çünki elə təriflər var ki, qəlizdir. Əvvəli ilə axırını tuta bilmirsən ki, nə demək istəyir. Burada ən asandır. Bəziləri necə tərif vermiş? Demişlər ki, insan qəlbinin, yəni insanın qəlbi var, hər birimizin, qəlbinin bağlı olduğu və şək etmədiyi sabit, qəti məsələlər. Qəlbin o şeylərə bağlanıb, düyün sözündən də bağlanıb və o şeylərə, o bağlandığın şeylər ki var, inanclar, onlara heç bir şək etmirsən və o şey sənin qəlbində tam o məsələlər hamısı sabitdir, qətidir, sarsılmazdır. Yəni heç kəs onu dəyişdirə bilməz, şək şübhə sala bilməsin. Səhih isə, səhih burada nədir? Yəni biz deyirik axı, nədir? Səhih əqidənin tərifi. Səhih əqidə termini, əl-əqidətü sahihə, onun tərifi. İndi əqidə sözünü, çünki təriflər necə olur? Tərkib hissəsi olaraq, hər bir sözü tərkib hissəsi olaraq, hər bir hissəni ayrı-ayrı, lüğəti, istilahi mənası, bunun səhih sözünün lüğəti, istilahi mənası. Ondan sonra bunu bir cümlə, yəni nə deyil, söz birləşməsi olaraq artıq o mürəkkəb şəkildə onun sonra nədir? Tərifini verirlər. İndi biz hələ ki əqidəni keçdik. İndi səhih sözü orada deyəndə nədir? Səhih dedi ki, isə eyibdən və xatadan salamat olan, yəni sağlam. Heç bir nöqsan, eyib, xata yoxdur. Burada qaranlıq bir şey yox, səhih. Səhih əqidənin tərifi, yəni çünki bizdə xəstəyə də əks olaraq səhih deyirlər ərəbcədə, məsələn sağlam bizdə. Xəstə sağlam mənasını. Deməli, ona görə biz nədir? Sağlam əqidə belə deyirik, sağlam etiqad. Səhih əqidənin tərifi ümumən artıq nə gəldi? Artıq səhih əqidə dedikdə nə deməkdir? Allaha, burada sözünü buraxdıq. Allaha və Allahın yəni üluhiyyətində, rübubiyyətində və isim sifətlərində ona dair, Allaha dair vacib olan şeylərə bütün, yəni həm Allaha iman gətirirsən, həm Allahla bağlı, Allaha aid həmən o üluhiyyətində, rübubiyyətində, isim və sifətlərində, ona dair bütün vacib olan şeylər ki, üluhiyyətinə dair vacib nələrə inanmalıyıq, vacib olaraq rübubiyyətinə dair, üluhiyyətinə dair. Bütün bu vacib şeylərə qəti, həmin o sarsılmaz, cəzm, yəni cəzmlə sarsılmaz iman gətirmək. Bu nədir? Səhih əqidə budur. Allaha və Allahla bağlı bütün o üluhiyyəti ilə, rübubiyyətinə, isim sifəti ilə hamısına onunla birlikdə, yəni inanılması vacib olan nələr varsa,
Kur'an'da, sünnədə gəlib nədir? Onların hamısına qəti şəkildə, yəni sadəcə inanma yox, qəti, sarsılmaz, yəni şəkildə iman gətirmək. Necə ki, buna dair həm də daxil nədir? Buna həmçinin onun mələklərinə, çünki hamısı bunun haqqında Allah bizə xəbər verib. Dediyimiz kimi, keçən dəfə nədir? Allaha iman, digər 6-dan 5-i ki var, axirətə, peyğəmbər, kitablara, peyğəmbər. Bunlar hamısı Allaha imanın içindədir əslində. Niyə? Çünki Allah bizə bunun haqqında xəbər verib, bizim inanmamız artıq vacibdir. Sadəcə alimlər nə edir? Yəni, bölgü-bölgü ki, hədisdə açıq-aşkar belə gəlir. Yəni, daha gözəl anlaşılması üçün təfsilatlı şəkildə bölüm-bölüm, yəni hamısı bir yerdə bir-birinə qarışmasın, bölüm-bölüm anlamaq üçün bu asanlaşdırılmış bir üslubdur. Necə ki, nədir? Bu, onun mələklərinə, kitablarına, rəsullarına, axirət gününə, qədərin xeyrinə və şərinə və iman gətirmək hamısı buna. Üstəlik, usuluddin, yəni dinin əsaslarından olan qeyb məsələləri, cənnət, cəhənnəm, mələklər, məsələn, cin və s. Qeyb, yəni qeyb nədir? Bizdən uzaq, bizdən yəni yaxın ola bilər, yəni mələklər yanımızdadır, məsələn, yazıram. Yəni gözümüzdən uzaq, yəni gözümüzün görmədiyi, bilmədiyi, gözümüzün görmədiyi qeyb bizdən gizlində olan bir aləm, gizlin aləm belə deyil. Bu qeyb məsələləri ilə və xəbərləri, bunu mən düzəltmişdik, ona görə internetə qoşulmuş. Və deməli xəbərləri qəbilindən burada. Qəbilindən, yəni növündən mənasında deyirlər, filan qəbildən. Və xəbərlər, yəni qeyb məsələləri və bu qeybin xəbərləri növündən, qəbilindən səhih naslar. Yəni qeyb xəbərləri ilə bağlı olan səhih nasların gətirdiyi hər bir şeyə, yəni qeyb var, cənnət var, cəhənnəm, mələklər, onların vəsfləri, məsələn, mələklərdirsə vəzifələri və s. qeyb aləmi ilə bağlı. Çünki biz qeybi görməmişik. Onun haqqında biz yalnız və yalnız nə? Allahın Subhanahu wa Ta'ala, sonra Rasulunun sallallahu aleyhi ve sellem ancaq bizə bildirdiyi şeyə, yəni var olduğunu dediyinə, bizdə deyirik var, yoxdur, nəfi etdiyi şeyləri biz nəfi edib inkar edərik. Ona görə də bütün bu səhih nasların gətirdiyi hər bir şeyə iman gətirməyi də əhatə edər. Allaha iman, həmin o səhih əqidə, bunların hamısına da iman gətirməyi əhatə edər. Həmən burada iman deyiləndə də yəni həmən o Cəbrail əleyhissalamın imanın ən gözəl, səhih əqidənin ən gözəl təriflərindən biri birbaşa dediyimiz kimi Quran və sünnədə bu əqidə dediyimiz şey ən çox iman sözü ilə zikr olunur. Ona görə Cəbrail əleyhissalam gələndə soruşanda iman nədir? Cavabında Peyğəmbər sallallahu aleyhi ve sellem nədir? Həmən o dediyimiz şey Allaha, onun mələklərinə və s. iman gətirməyindir. Ona görə həmən o orada iman, həmən o əqidə dediyimiz iman adı ilə adlanır. Ondan sonra burada nə gəlir? Qəlbin buna sarsılmaz, yəni qəti bir bağ ilə bağlanması lazımdır. Yəni bu bütün şeylər qəti, yəni tam çözülə bilməyən, çözülməyənə, yəni tam bir o cür qəti bir bağ ilə bağlanmalıdır. Düyünlənməlidir, düyünlər. Necə ki Allah Teala buyurub, möminlər ancaq həmən o qətiyyət barədə, möminlər ancaq kimlərdir ancaq? Başqalar deyil. Həmən hasr dediyimiz fiqh usulunda keçmişdi, innəmə. İnnəmə neyinir? O neyinir? Həmən o xəbəri həsr eləyir, məhdudlaşdırır. Yəni bir şeyin haqqında bir xəbər verilir. Bunun haqqında bundan başqası yoxdur, məhduddur. Ona görə nə deyir? Möminlər ancaq kimlərdir? Yəni bunlardan başqaları mömin deyil. Möminlər ancaq bu verilən vəsflərə sahib olan insanlardır. Allah bizi də onlardan eləsin. Möminlər ancaq Allaha və onun elçisinə iman gətirən, sonra heç bir şək şübhəyə düşməyən, 3 nöqtədir. Niyə? Çünki ayələrdə oradan cihad edən və s. Əsas bizim nədir? Həmin o şək şübhəyə düşməməklə bağlı ayə, şahid deyirlər də buna, ayədən və yaxud da hədisdən məsələyə dair şahid olan, yəni ona dair sübut olan hissəsini gətirirlər. Hucurat surəsi 15-ci ayədə bu ayəyə surəyə ədəb, yəni ədəb surəsi də deyilir. Çünki orada ədəblər çoxdur. Yəni imanlarında şübhə etməyənlər, yəni şək şübhəyə düşməyənlər nədir? Müəlliflər bu cür təfsirdən götürdülər. Yəni imanlarında həmən Allah və Rasuluna, elçisinə iman gətirən və bu imanda yəni nədir? Şək şübhəyə etməyənlərdir. Bunların dəlilləri isə aşağıdakılardır. Yəni
Diğer ayələr çoxdur ümumiyyətlə bu şeylə barədə. Məsələn, bil axirəti hum yuqinun, hə? Onlar yəqinlik edərlər və s. Allah Subhanahu taala özü hədislərdə, yəni nədir, şək etmədən, hə, yəqinliklə və s. bu cür qeydlər gəlir ki, bu şərtdir ki, tövhidin şərtlərindən biri də ikincisi yəqinlikdir. İnsan yəqinlik olmadan inansa belə, hə, deyir amma yəqinlik yoxdur, şübhə eləyir hardasa bir belə görəsən belə bir ehtimal var ki, belə deyilmiş, belə imişsə, bu artıq iman sayılmır, insanın imanı yox. Zahirən bəlkə üzə vurmasa da müsəlman kimi görsənir, müamilə görür, amma həqiqi, yəni hökmü İslam olaraq, amma həqiqi o iman olaraq imana sahib deyildir. Sonra bunların dəlilləri isə aşağıdakilərdir. Şeyximiz Abdullah Dümeyci, yəni əqidə elminin tərifini belə vermiş. Necə fiqhin tərifi nə idi? Şər'i əməli, yəni insanların əməli, fərqli təriflər var. İnsanların əməli ilə bağlı şər'i əhkamları bilmək, hə? Məsələn, adını demirəm. Burada isə əqidə elmini buna oxşar, amma əqidəyə aid bu cür tərif vermişdi. Demişdi ki, əqidə elmi nədir? Həmin o əqadi, yəni əqidə ilə bağlı əqidəvi, hə? Əqidəvi şəri əhkamları bilmək. Yəni daha doğrusu ərəbcə nədir? Cümlə həmişə axırdan gəlir. Deməli, səhih dəlillərdən götürülmüş, səhih dəlillərdən qaynaqlanmış əqidəvi şəri əhkamları bilmək. Yəni səhih dəlillərdən götürürsən və şəri əqidəvi, fikri əqidə ilə bağlı şəri əhkamları bilməkdir əqidə elmi. Üstəlik nə? Üstəlik əlavə də var burada. Həmən o əqidəyə, deməli, o dəlillərə, həmən o səhih dəlillərə müxalif olan, səhih dəlillərə müxalif olan şübhələri, hə? Və s. Onlara müxalif olan şübhələri nədir? Rədd etmək həmçinin. Yəni həm bilmək, həm də ona qarşı olan ixtilaflı, müxalif olan dəlilləri də rədd etməyi bacarmaq. Yəni bu əqidə elmi deyirlər ki, dediyimiz kimi bunun bir hissəsi fərz-i kifayədir, bir hissəsi amma farz-ı. Buna dair dəlillər, niyə dair dəlillər? Ki, səhih əqidə budur. Səhih əqidə budur, səhih əqidə iman olaraq adlanır və s. Buna dair dəlillər, birinci dəlil nə gətirir? Bunların dəlilləri isə aşağıdakilərdir. 1. Allah Taala'nın bu sözü, Allah Subhanahu Teala yaxşı əməl üzünüzü məşriqə və məğribə tərəf çevirməyiniz deyildir. Lakin yaxşı əməl sahibləri Allaha, axirət gününə, mələklərə, kitablara, peyğəmbərlərə iman gətirən şəxslərdir. Burada nə 4 şey? Nə? Allaha, mələklərə, kitablara, Allaha, axirətə, mələklərə, kitablara, peyğəmbərlərə. 4, 5 daha doğrusu oldu. 5 şey var. Məsələn, qədər, niyə görə bəziləri deyirlər? Biz Əl-Fiqhul Əkbərdə deyəsən keçmişdik. Yəni, qədər nədir? Qədər çünki o işlər olduğu kimi qədər Allaha imana daxildir. Qədər, düzdür, başqa ayələrdə müstəqil olaraq zikr olunur. Amma qədər Allaha, çünki Allahın qüdrətindəndir. Qədər Allahın qüdrətindəndir. Qüdrətinə bir əlamətdir, açıq-aşkar bir dəlildir. Ona görə görürsən ki, bu yerlərdə qədərə iman zikr olunmur. Bəqərə 177 idi bu. Ondan sonra ikinci dəlil Allahın bu sözü elçi öz Rəbbindən, yəni Rəsul sallallahu aleyhi ve sellem öz Rəbbindən ona nazil edilənə iman gətirdi. Möminlər də iman gətirdilər. Hamısı, yəni Rəsul da sallallahu aleyhi ve sellem, möminlər də Allaha, onun mələklərinə, kitablarına və elçilərinə iman gətirdilər. Nədir? Burada 4 şey zikr olunur. Bu Bəqərə 285. Üçüncü dəlil nədir? Ömər bin Xattab, dediyimiz kimi bu dəlillərin sadəcə bəziləridir. Ən əsas, ən çox anlaşılan, ən tez mövzuya dair şahid olan dəlillərdir. Üçüncü Ömər bin Xattabın həmin Cibril hədisi olaraq məşhur olan, radiyallahu anh, Cəbrail aleyhisselam Peyğəmbərdən sallallahu aleyhi ve sellem iman haqqında soruşdu. Burada bir qeyd edeyim. Burada bəzən alimlər icazə verir. Yəni görürsünüz yazıda biz Allah yazılanda Subhanahu wa Ta'ala bəzi alimlərə, müasir alimlərə soruşurlar ki, Rasulullah sallallahu aleyhi ve sellem adı çəkilir. Biz bilirik ki, sallallahu aleyhi ve sellem deməliyik. Yaxud aleyhissalatu ve selam və s. Allah Quranda buyurduğu kimi ona salavat və salam deyin. Bəs Allahın adı çəkiləndə nədir? Allahın adı çəkiləndə deyirlər ki, Subhanahu wa Ta'ala azze ve celle, buna bildiyimiz, bilmədiyimiz nədir? Sözlər zikr olunur. Burada yazıda biz bir qaralama olduğu üçün
ve metinde de Allah razı olsun burada bəzilərində məsələn yazıblar. Azze ve Celle ve yaxud radiyallahu anh sahabe adı çekiləndə biz məsələn çoxsunda yazmamışdıq. Niyə görə? Alimlər icazə verir. Yəni vaxtın azlığından mı, kağızda belə de yerin azlığından mı, tələskənlikdən nədirsə yazmamaq olar. Amma deyirsən. Ona görə biz yazmasaq da demək lazımdır. Üstəlik başqa bir qeyd edeyim. Bu çox yaygın bir şeydir. Təəssüflər olsun. Hətta bu elmə nisbət özlərini elmə nisbət eləyən insanlarda da bu kitablarında yazılarında görürsən ki, sallallahu aleyhi ve sellem yazmaqdan s nöqtənlə av yazılır və yaxud a radiyallahu anh deməkdir, rahimullah. Bu doğru deyil. Alimlər hamısından kimdən soruşsan bu deyirlər həmən hədisə daxildir ki, mənim adım çəkilən vaxtı mənim adım çəkməyən nədir? Paxıldır, belə deyim. Həsəd. Allah qorusun, lənət var üzərində. Yəni bu ona daxildir. Bu nədir? Yazıda paxıllığa aiddir. Hə? Yazda. Yəni ona görə alimlər deyir, ya yazacaqsan tam yaz, bu olmaz, kısa yazma, ya da heç yazma yəni. Yazma vacib deyil, ən azından özün denən. Mən özün denən. Üçüncü qeyd bununla bağlı təsvir edən gündəmdə olan bu belə məsələlərdir deyə tez demək. Bizim də dilimiz öyrəşir, bəlkə fikir verirsə ara sıra 2 dəfə təkrarlayıram özümüzü öyrəşdirmək üçün. Öyrəşmiş sallallahu aleyhi ve sellem, sallallahu aleyhi ve sellem belə tez heç bilinmir nə deyirsən, tam demirsən, öz üstəlik ərəbcə bilməyənlər olur. Hansı hərfin yedi, yemədi oldu, fərqli oldu, olmaz. Yox, yəni tələsmədən yəni, deyəcəksə ki, demək lazımdır, adı çəkilirsə sallallahu aleyhi ve sellem. Yəni bacardığımız qədər təmkinlə, hövsələyən demək lazım. Deməli, Ömər bin Xattab radiyallahu anh adında, məsələn, sahabələrin də haqqındandır deyirlər. Onlara radiyallahu anh demək, alimlərə rahimullah demək, bəzi alimlər sağlığında belə irad bildirərlər, deyir, bizdən faydalanırlar, elmimizdən öyrənirlər, kitablarımızdan faydalanırlar, amma bizə bir rəhmət belə diləmirlər, məsələn. Ona görə bu cür sahabələrə aid radiyallahu anh deyir, alimlərə aid rahimullah. Deməli, Ömər bin Xattab radiyallahu anh həmən hədisidir. Cəbrail aleyhisselam Peyğəmbərdən sallallahu aleyhi ve sellem iman hakkında soruştu. Cevabında ise Peygamberimiz sallallahu aleyhi ve sellem dedi ki Allah'a, onun meleklerine yani iman mıdır? Düzdür. Hemen biz ne dedik? Niye evveller sinonimler geldi? Yani əqidə, iman, sünnə, şəriət. Yani orada iman deyilirsə bilin ki əqidədən danışılır. Başka yerde şəriət o mənada deyilirsə və yaxud sünnə o mənada deyilirsə bilin ki əqidədən danışılır. Ona bir-birinə hamısı bu ona, o ona bir-birinə dəlil növündəndir. Deməli, Allah'a, onun mələklərinə, kitablarına, elçilərinə, axirət gününə iman gətirməyindir. Həmçinin qədərə, xeyrinə və şərinə iman gətirməyindir. Alimlər hətta deyir ki, burada nə? Biz mövzumuz indi əqidədir bağlı, amma ara sıra belə hədislərlə bağlı olan fayda daha çox olsun deyə faydalı deyəcəyik, amma bir saatla biz qutara bilməyəcəyik. İndi bu dərs yox, belə saat yarıma uzağa başı çatdırarıq. Deməli, faydalardan biri burada nədir? Fikir verin. Allah'a və onun mələklərinə, kitablarına, elçilərinə, axirət gününə iman gətirməyin. İman gətirmək sözü ərəbcə əvvəldə gəlir, bizdə axırda. Bu dördə Allah'ın mələklərinə, kitablarına, elçilərinə, axirət 5. Bu 5 şeyə bir sözlə, iman sözü bir sözlə bağlıdır. Qədərə, halbuki yəni qədər sözünə ardınca atıf kimi davam edə bilərdi. Düzdür, amma Resulullah sallallahu aleyhi ve sellem qədərə aid deyəndə iman sözünü təkrarlayın. Necə ki, Allah'a itaat edin, Resuluna itaat edin, itaat sözü təkrarlanır. Amma içinizdən əmr sahiblərinə itaat sözü təkrarlanır. Bu feilin təzdən təkrarlanması həmən o məsələn qədərlə bağlı təkrarlanır, düzdür, onun əhəmiyyətinə dairdir. Yəni sanki onların içində də bu da çox önəmlidir. Buna iman gətirməyi də ardınca xeyrinə və şərinə, qədərə, həmçinin qədərə, xeyrinə və şərinə iman gətirməyindir. İman sözü yenə təkrarlanır. Bunu Müslim ixrac etmişdir. İxrac etmişdir dediğin yəni olduğu kimi saxladıq ərəbcə ilə. Çünki ixracla rivayət etmək arasında fərq var. Müslim rivayət etmişdir de deyə bilərik, amma əmanət baxımından doğru. Çünki rivayət etmək, məsələn, o isnadda olan ravilər rivayət etdi demək olar. Mənada onlar ixrac etmir, rivayət edir. Amma ən sonda o ravilərin isnadı ilə məsələn mühəddislər, yəni hədis kitablarının sahiblərini, Buxari kimi, Müslim, Əhməd və digərləri, Allah hamısına rəhmət etsin. Onlar hədisləri rivayət etmişdir də deyə bilərik, ixrac etmişdir deyəndə də deyə bilərik, ixrac etmişdir, sırf onlara aiddir. O zəncirdəkilər ixrac etmişdir deyilməz. Sonra əqidənin əhəmiyyəti. Bu nədir? Bu da hər bir elm, ümumiyyətlə,
Hansı elm olursa olsun öyrənəndə nədir biz dedik həmin müqəddimələr? Onlardan biri də nədir? O elmin əhəmiyyətini vurğulayırlar. O da nə üçündür? Yəni qarşıdakını bir növ təşviq etmək üçün ölümü öyrənməyə, biləndən sonra ki, biz bu əhəmiyyətli olmadığını, bir şeyin, bir işin əhəmiyyetsiz olduğunu biləndə insan o qədər də o işə girişməz, həvəslənməz. Bir işin nə qədər əhəmiyyətli olduğunu biləndə insan, məsuliyyətli insan şübhəsiz, neyniyər? Ona o işə girişməyən ki, biz məsələn əqidə elmini öyrənirik, öyrənciyi hələ müqəddimələrdir, onu təşviq eləyir, ona hələ o stimul deyilən bir şey nədir? Təkan verir. Deməli, ona görə hər bir elmin başında o elmin əhəmiyyətini vurğulamaq lazımdır. Əqidənin əhəmiyyəti bir. Burada bir neçə əhəmiyyəti ki, bu dərsdə yalnız bir əhəmiyyəti zikr olunacaq, qalanları ikinci dərsdə. Birinci əhəmiyyəti salih əməlin Allah dərgahında qəbul olunmasının əsasıdır bu. Yəni bir əməl işləyirsən, sənin o salih əməlin, salih əməl belə deyir, əslində alimlər deyir ki, bir əməl yəni imansız edilirsə, səhih, fasid, etiqadla, sünniyə uyğun deyilsə, ixlasla deyilsə, ona salih belə deyilməz. Əməldir, amma salih deyil. Salih olsa qəbul olunur. Amma bu, necə deyərlər, bu təcavüz deyirlər. Yəni, bu şeylərdə, yəni, bu şeylərdə tam, necə deyim, tam incəliyə getmirlər. Belə deyirlər, yəni tam dediyimiz kimi hər bir mərhələnin öz dili, öz termini var. Bu mərhələdə bu cür deyilir. Salih əməlin Allah dərgahında qəbul olmasının əsasıdır, təməlidir. Yəni, bu olmasa salih etdiyin heç bir əməl qəbul olmaz. Allahın rəhmətindən sonra nədir? Ahirətdə nicat tapmaq, qurtulmaq, yəni nicat, qurtuluş ermək və cənnətə nail olmaq da bununla olur. Yəni, səhih etiqadla olur. Əqidənin əhəmiyyəti budur. Yəni, əqidə, səhih əqidə olsa, nicat taparsan, cənnətə nail olarsan. Necə ki, Allah Subhanahu wa Ta'ala buyurur, kim Rəbbi ilə qarşılaşacağına, görüşəcəyinə ümid bəsləyərsə, yaxşı işlər görsün və yerinə yetirdiyi ibadətlərində Rəbbinə heç kəsi şərik qoşmasın. İbadət yerinə yetirir Allaha, amma orada heç kimi ona şərik qoşmasın. Bu ayə həmçinin riyanın haram olmasına da dəlillərdəndir. Yəni, insan ibadəti Allaha edirsən, Allahdan başqasına deyil, Rəbbinə etdiyin ibadətdir. Amma orada nədir? Ona görə burada necə yazılır? Yetirdiyi ibadətlərində Rəbbinə şərik qoşmasın. Əslində, ərəbcədə biz əhəmiyyəti ولا يشرك بعبادة ربه أحدا. Burada bi'ibadeti rabbihi ərəbcə. Bu yeri necə fikir bilmirəm. Əslində biz normalda o məalda bəzi şeylər düzəliş veririk, ondan sonra yazırıq. Yəni Rəbbinə etdiyi ibadətlərdə. Bu tərcümə əslində dəqiq deyil. Burada yerinə yetirdiyi ibadətlərdə. İbadətləri kimə yerinə yetirdiklərinə dair, yəni belə tam necə deyim, hərfçilik eləsək, hərfdən yapışsası olsaq, burada bu zikr olunmur. Necə deyilir? Yerinə və yerinə yetirdiyi ibadətlərində Rəbbinə heç kəsi şərik qoşmasın. Rəbbinə şərik qoşması yerinə yetirdiyi ibadətləri anlaşıla bilər. Amma əslində necədir? Rəbbinə etdiyi ibadətlərdə heç kəsi şərik qoşmasın. Rəbbinə ibadət edirsən. Yəni, bu ibadətə heç kəsi şərik qoşmun. Yəni, ixlaslı olsun. Sonra yenə Allah Subhanahu wa Ta'ala buyurub, Allah bu Kəhf surəsi orada yazılmadı, inşallah əlavə eləyərik sonra. Kəhf surəsi 110-cu, ən sonuncu ayədir, 111-ə. 111 səhv etmirəmsə. Bəli, 110-cu ayə, sonuncu ayə Kəhf surəsindən. Sonra yenə Allah buyurub, Subhanahu wa Ta'ala, Allah mömin kişilərə və mömin qadınlara, mömin, yəni iman sahibi, yəni iman bağlı, yəni iman sahibi olan kişi, iman sahibi olan, iman gətirmiş qadınlara ağacları altından çaylar axan, içində əbədi qalacaqları cənnət bağları və Ədn bağlarında ki, cənnət bağlarından birinin adıdır. Ədn bağlarında gözəl məskənlər vəd etmişdir. Neyin qarşılığında? Həmən bu nəyə dalildir? Başda dedik axı, qurtulmağa, nicat tapmağa və cənnətə nail olmasına. Fikrin, burada vəsf var. Fiqh usulunda biz dedik nə? Hökmlə bağlı bir vəsf varsa, o vəsf mütləq o hökmün illətidir. Yəni, burada cənnət bağları, Ədn bağlarına gözəl məskənlər vəd edir Allah. Neyin qarşılığında? Sadəcə mömin sifəti zikr olunur. Mömin kişi və mömin qadınlar. Onlar mömin olduğu üçün.
Allah bizi de onlardan eylesin. Allah'ın razılığı ise daha büyüktür. Yani bundan başka sadece Allah'ın senden razı olması bundan daha büyüktür. Hemen bu cennetlerden vesaire ki cennette cennet ehline nedir? Seslenen seslenecek ki Allah sizden razıdır. Allah sizden razı olmuştur. Bu büyük bir uğurdur, fevzdur yani nailiyette. Tövbe suresi 72. Sonra bunun tam eksi bazı şeyler ziddiğine alimlerin böyle bir nedir? İbaresi var. Her bir şeyette ziddiyle tanınır. Yani karanlık, ışık karanlıkla tanınır. Ha? Ziddi, ah karayla mesela şu çetinlik veyahut hoş günler, çetin günlerine vesaire. Mesela tövhid, şirkler ziddi, tövhidin şirki ve şirki tanıdığım ziddi tövhid tanıyırsan veyahut aksine. Ona göre nedir? Bazen bu üslubların istifadə olunur. Deyir ki bunun tam eksi olarak da nedir? Bir emel, yani herhangi bir insanın ettiği bir emel, vergül. Sahibi, yani o emel sahibi, fasid bir əqidə, batil, bozğun bir əqidə üzere olduğu təqdirdə Allah dərgahında qəbul olunmaz həmin o əməl. Ki onun sahibi, o əməl sahibi, o yəni səhi olmayan, fasid bir əqidə üzərindədirsə, ondan o qəbul olunmaz o əməl. Sonra nəticə olaraq onun, yəni həmin bu cür fasid etiqad sahibi olan ama əməl sahibi olsa da insanın nəticədə nə olar? Nəticə olaraq onun xüsranı, xəsarəti axirətdə olar. Yəni axirətdə yenə xəsarət çəkir. Bu dünyada bəlkə xəsarət çəkməz, əməl sahibidir və s. amma sonuçta axirətdə xəsarət çəkər. Necə ki Allah Teala buyurub, imanı inkar eden imanı inkar edenin o insanın əməlləri boşa çıxar, puç olar. Və o, həmən insan ahirətdə ziyana uğrayan, həmən xəsarət çəkən, xüsrana uğrayan, ziyana uğrayanlardan olar. Maidə surəsi 5-ci ayə. Deməli, və mən yakfur bil iman, imanı inkar eden mənasına gelir. Yəni, imana küfür eden, imanı inkar etmək mənasında, imanı qəbul etmək, yəni ümumiyyətlə səhih əqidədə, yəni bunda etiqadında əksikliklərin, şübhəsiz indi İslamdan çıxardan əksikliklərdən söhbət gedir. Bu nə olur? Bu həmin o 100% əgər tövhide, imana tamamıyla zidd ise, onu tövhidden, imandan çıkarırsa, İslam dairesi salmırsa, şüphesiz ki onun ziyanı da tam olacaktır. Yani tam ebedi cehennemde yanacak, Allah korusun. Maide suresi 5. Sonra yine Allah subhanahu teala buyurup ki başka ayette, sene ve senden evvelkilere, yani sene dedi de kim? Peygamber'e sallallahu aleyhi ve sellem nəzərdə tutulur ve senden evvelkilere belə vəhy olunmuştur. Eğer şerik koşsan emelin puç olacak ve mütlak ziyana uğrayanlardan hemen o yani hüsrana uğrayanlardan, hasaret çekenlerden, ziyana uğrayanlardan olacaksın. Ez-Zümer 61. Fikir verin alimler bunun tefsirinde ne diyorlar hemşe? Esasen itikat kitaplarında. Yani bu Adem evladlarının en üstünleri kimlerdir? Ümmetlerin peygamberleri. Peygamberlerin de en üstünü kimdi? Ulul Azm 5. Onlar da en üstünü, en faziletlisi Muhammed sallallahu aleyhi ve sellem. Yani bunlar şirk koşsa, Allah korusun ki bunlar o şeyden uzaktır. Bu üsluptur. Yani bu hadislerde de var, ayette de var. Tenzil manasını taşıyır mesela. Yani bu yani mümkün olmayan bir şey böyle değilir. Sadece nedir? Bildirmek için. Ona ve ümmetine ibret olsun diye. Yani onlar böyle Adem evlatlarının en üstün, en faziletli insanları şerik koşsaydılar onların əməli puç olardı. Bugünkü gündə Allah korusun böyük şirk koşan müşriklərə deyirlər ki, yox onlar cəhənnəmlikdə öl. Yəni bu halda ölsələr şübhəsiz biz o dünyanın hökmünün bizim heç bir işimiz yox. Sadəcə bilirik ki, bu dünya o cür ölsə insan necə öləcəyi bəlli deyil. Hal-hazırda bu şirk əhlidir, müşrikdir. Bu cürdə ölsə, yəni əbədi cəhənnəmə gedəcək. Yəni çünki ortada bir üzür yoxdur. Deməli, aleykümselam. Yani onlar belə şirk koşmuş olsaydılar, puç olardı əməlləri, deməli onlardan daha çünkü normalde nədir fəzilətli insana bazı şeyler, güzəştlər ola bilir və s. və s. Amma onlarda bu şeylerde güzəş yoxdursa, səviyyə baxımından, fəzilət baxımından, onlardan dərəcə baxımından qat-qat aşağı olan insanlar, diğerleri yani peygamber olmayanlar şüphesiz ki yani onların əməlləri qat-qat puç olar belə deyək, əgər belə desək, qat-qat puç olar. Sonra bu neyi getirir? Hemen bu iki ayağın ikisinde neye delil getirdi?
Tam əksinə ki, səhih imana sahib olanlar qurtulacaq, nicat tapacaq və cənnətə nail olacaq. Amma fasid imanı sahib olanlar, səhih imana sahib, səhih əqidəyə sahib olmayanlar isə əksinə nədir? Əksinə onlar nədir? Əməlləri puç olacaq, axirətdə də ziyana uğrayanlardan, ziyan çəkənlərdən olacaqlar. Ayənin sonunda orada nədir? Axirətdə ziyana deməli hansı ayədir? Deməli inkar edən əməlləri boşa çıxar. Yox, ayəni oxumuruq biz. Biz biz sanki ayə buraxdıq burada, yox. İnkar edən, yox, inşallah. Maidə 5-i oxuduq və deməli Zümər 65. Bu az öncə oxuduğumuz Əz-Zümər surəsi 65-ci ayədir. Və orada ayənin sonunda nə deyir? Allah Subhanahu taala peyğəmbərə buyurur ki, sallallahu əleyhi və səlləm, elə isə Allaha ibadət et və şükür edənlərdən ol. Şükür edənlərdən. Bu da nədir? Ayrıca həmən elhamdülillah şirk əhli olmaq, tövhid əhli olmaq da ayrıca bir şükrü vacib edər. Ondan sonra burada nədir? Bununla da bitiririk. Burada bir fayda var. Deməli birinci ayədəki həmən o Maidə 5-də əməlləri boşa çıxar ifadəsi, inkar edənlərin əməlləri boşa çıxar, imanı inkar edən. İkinci ayədə isə həmən Zümər 65-də və ya ikinci ayədəki əməlin puç olacaq mənası eyni məna daşıyır. Əməlləri boşa çıxar, əməlləri puç olacaq. Ərəbcə həbita sözünün mənası, yəni eyni söz keçir. Bizdə indi birində boşa çıxar, birində puç olar, eyni məna daşıyır. Sinonimlərdir. O əməlin batilliyi, həmən puç olar. O əməlin mənası nədir? Yəni əməlin batilliyini bildirir və savabının getməsidir. Yəni həm əməl batildir, həm ona əvvəl o şərik qoşsun, həmən o əvvəlki əməllər nədir? Puç olar. Nədir? Deməli, əməllər batil olur və onların savabını da görməyəcəksən. Onların savabını da görməyəcəksən. Allah dərgahında da heç bir dəyəri qalmayacaq. İstər o əməlin, istər o sahibinin. Sahibi isə, yəni əməlin dəyəri qalmayacaq. O əməlin sahibi isə nə olacaq? Ziyana uğrayan və axirətdə də qazanmayan, heç bir qazanc əldə etməyən, kar əldə etməyən, yəni ümumiyyətlə heç bir şeyə, gözəl bir şeylərə nail olmayan olacaq. Bununla da bu dərs bitir. Burada sadəcə bir sonuçta şeyhimizin dediği bir şey var. Deməli fikir verin, soruşsanız ki, hansı ayə, hansı surə Quranda ən əzəmətli, ən fəzilətli, ən əhəmiyyətli ayədir? Fikir verin, hamısı tövhidlə bağlı, imanla bağlı ayələrdir. Məsələn, ən əzəmətli ayə hansıdır? Ayətül Kürsi. Ayetül Kürsü'ne dair Şeyhimiz Abdurrazak Elbadır'ın çok güzel bir ayrı dersi var. Sırf Ayetül Kürsü'ne dair orada səhv etməmişəm 20'den çok yani fayda çıxar, belki de çok yani. Bir çok yani fayda çıxar. Hətta o səhv edəmsə o hədisi kitap şeklinde de çıxardılar, yani çap edirlər. Yani Ayetül Kürsü başdan ayağa tövhiddən də Allah'ın 5 tane ismi zikr olunur, bir neçə sifəti zikr olunur. Hamısı tövhiddəndir. Bir ayə, ona görə nədir? Ən böyük ayədir. Ona o ən böyüklüyü, əzəmətliyi verən həmən o, onun mövzusudur. Onun həmən o iman, tövhid mövzusudur. Ən böyük surə nədir? Fatihədir. Yəni bütün hansı ayəni, hansı surəni götürsün, surələri götürsün, hamısı yəni ümumiyyətlə alimlərdir. Quran bütünlüklə hamısı tövhid haqqındadır. Hamısı iman haqqındadır. Ya onun vacibi haqqında, ya onun kamilliyi haqqında, ya onun o ləvazim deyilən, yəni gərəkdirdiyi, nəticə olaraq tələb etdiyi şeylər haqqında hamısı ona aiddir. Yəni əməl olaraq, yəni tövhid, Allaha ibadət etməlisən tək. Nədir? Allah'a tövhid ettiğin için, tek tuttuğun için ilah, tek məbud, hak məbud odur. Ona göre nedir? Ona ibadet edirsən, ibadətlərlə bağlı. Hamısı kökü neye bağlanır? Hamısı tövhidə bağlanır. Fatihə surəsini götürün gündə, yəni ən azı 17 dəfə, 17 rükətdə, 17 Yox, 17 dəfə oxuyuruq, 17 rükət qarşıdır və 4-4, yəni 17 rükət olur. 17 rükət, ən azı indi birinci, ikinci rükətlər oxuyuruq Fatihə surədə. Yox, əslində hər rükətdə oxuyuruq. Birinci, iki o əlavə surət. Yəni hamısı nədir? Fatihə surəsi özü tövhiddən. Hətta alimlər deyir, tövhidin 3 qisminin 3-ünü də əhatə edir. Elhamdülillah Rabbil Alemin. Ar-Rahman-Ar-Rahim. Rəbb rububiyyətdir. Elhamd, məsələn, Rahman-Rahim isim sifətdir.
Maliki yevmiddin rububiyettir, din dünyası. İyyâke na'budu, yalnız sen ibadet ediri, uluhiyettir. Yani tevhidin üç kısmında ehate eder. Üç kısmında ehate eder. Ondan sonra ister mesela İhlas, Felek, Nas suresi, İhlas suresi, Kur'an üçte biri. Mesela nedir? Mevzulara ait, sırf tevhide ait. He? Mesela cürbəcür təfsirlər var orada. Üçte biri kısselerdir, üçte biri şer'i ehkamlardır, üçte biri tevhiddir vesaire. Yani halbuki o qisseler de hamısının mənası tövhide bağlanır. O əvvəlki ümmətlərin, peyğəmbərlərin qissələri aleyhissalatu vesselam niyə anlatılır bizə? Hamısının nəticə oldu ki, tövhid əhli, iman əhli həmişə olub, həmişə əziyyət çəkib, hamısı sonuçda həmişə də qalib gəlib, şirk və şirk əhli həmişə məğlub olub, rəzil olub, zəlil olub. Hamısı ona bağlıdır. Ona görə nədir? Alimlər də bütün Quran başdan ayağa hamısı nədir? Tövhidlə, imanla bağlıdır desək heç yanılmarıq, elə elədir. Və üstəlik Mushafda, əlimizdə olan Mushafda Ya Yuhənnas ən birinci müraciət hansıdır? Ən birinci müraciətdə Ya Yuhənnas birinci əmr və birinci nəhi, birinci əmr tövhidlədir. Rəbbinizə ibadət, sizi və sizdən Rəbbinizə ibadət edin. Nəhi nədir? Allaha əndəd, yəni e, taylar, bərabərlər qoşmayın. Hə? Yəni ən birinci əmr Mushafda nədir? İnsanlara səslənəndən sonra tövhiddir. Ən birinci nəhidə nədir? Şirkdən nəhy etməkdir. Bu neyi göstərir? Hər bir insan kimi, məsələn, insanlar belə ən birinci bir müraciət olanda, bir nədir? Bir xitab olunanda ən birinci də əhəmiyyətli şeylərdən başlayırlar. Hə? Ona görə nədir? Bu Allahın kəlamında da, Mushafda, əlimizdə olan Mushafda ən birinci əmr tövhid əmridir. Ən birinci nəhy isə şirk nəhidir. İnşallah diyeceğimiz bu kadar. Saat yarından da biraz yani az olsaydı böyle şeyleri ilk müqəddimələr biraz vaxtımızı aldı. İnşallah ki, ümid edirik ki, bundan sonraki dersler hamısının bir saat təxminən olacaq. Və aqulu qawli hada, estağfurullah li və lakum və lisa'il muslimin. Yani burada başka bir qeyd də var idi. Onu inşallah gələn dərsi bıraxaq. Böyle. سبحانك اللهم وبحمدك أشهد أن لا إله إلا أنت أستغفرك وأتوب إليك اللهم صل وسلم على نبينا محمد وعلى آله وصحبه أجمعين السلام عليكم ورحمة الله وبركاته